Mart ayının 11-i özüm üçün yeni maşın aldım. Sadəcə olaraq bu vlogu biraz gec paylaşacağam. Çindən gəldiyi üçün maşın çox pis gündədir. Changan Kuyan A05 2025-ci ildir. Hal-hazırda nömrələri taxırıq. Ondan sonra maşını moykaya apardım. Qəşəng maşın oldu civi. Belə qəşəng fırlandıram videonu ki, belə qəşəng video çıxsın. Maşının salonuna. Maşının salonu isə gördüyünüz kimi superdir. İndi tam təqdim eləmədim normalda. Bu kamerası, bu teknoloji söhbətləri də çox superdir. Ayaqaltısız gəlib mənim üçün maşın. Ayaqaltıları ev ayaqaltıdan qoydurdum və çox mükəmməl oldu. Logosu ilə, zadı ilə bir yerdə. Arxada ülvü şiddi eləyir bagajda. Ondan sonra keçək dostlar, maşının plyonkalarını yavaş-yavaş söktüm. Maşının lüku da var. BYD Gimplus da bilmirəm, BYD Destroid səhv eləmirəmsə, onlarda lük yoxdur. Maşın qiyməti isə çox sərfəlidir, çox münasibdir. Ala bilərsiniz siz də. Plyonkaları söktük və qaldı bir dənə maşının arxaya plyonka falan vurdurmaq. Onu da inşallah gələn vlogda. Sağ olun, salamat qalın.